Salam, sizinlə uşaq tortunun hazırlanmasını paylaşıram. Şəkər xəmirinə taylis qatdım. Bu şəkildə bir rəqəmi kəsdim tortun üzəri üçün. 6 yumurtadan 21 santimetrdə bir biskvit hazırladım. Biskvitimiz tortumuzun ümumi çəkisi 2 kiloqram 400 qram gəlmişdi. Rəqəmin üzərinə belə izlər salıram. Çiçək boyası ilə rəngləndirirəm şəkər xəmirinin üzərini ağac rəngində. Hər tərəfli belə çalışıram ki, üzərini örtüm rənglə qoyuram sobada. Şəkər xəmirini quruduram. Sonra yarpaq şəkli çəkmişəm. Onu da şəkər xəmirinin üzərinə iz salaraq kəsirəm. Yenə çiçək boyası ilə rəngləyirəm bunu da. Hər tərəfi rəngləyirəm ki, ağ yeri qalmasın. Bəzi yerlərinə sarı narıncılar rənglər də vurdum ki, biraz payızı yansıtsın. Belə bir yarpaq kəsmişəm. Yenə onu da rəngləmişəm. Üzərini zərrəndirdim. Biraz bu figurların bir rəqəmin arxasına şiş çöp taxıram. Silikonluyuram daha doğrusu. Gördüyünüz kimi topları, hazır toplar almışam. Onu tortun üstünə, yanlarına keçirirəm. Biri üzərinə yerləşdirirəm. Tortumuzun son halı belə bu şəkildə olur. Yanına da etiket. Sizcə necə alınıb, fikirlərinizi yazmağı unutmayın.